Salam, hər vaxtınız xeyir. Bu gün analoji anaqram mövzusunun testlərinə davam edirik. Keçirik birinci suala. Analoji anaqram ümumiyyətlə nədir? Analogiyada müəyyən sözlərdən cümlə qurmalı, anaqramda isə müəyyən sözlər yazmalıdır. Testiniz daha ilə işləyə daha rahat başa düşəcəksiniz. Baxın, keçirəm birinci suala. Birinci sualda baxıram ki, ananasla meyvə arasında necə bir əlaqə var? Ananas meyvənin bir növüdür. Zəlzələ də nəyin növü olmalıdır? Baxın, diqqət edin. Əsas məsələ burada birinci tərəf ikinci tərəfin bir növüdür. Yəni birinci tərəf ikinci tərəfin növü olmalıdır. Zəlzələ də nəyin növüdür? Fəlakətin növüdür. D variantı. Bu qədər sadə. Keçirim ikinci suala. İkinci sualda baxıram ki, istedadla talant. Necə bir əlaqə var? Bunlar sinonim kimidir. Uğurun sinonimi nə ola bilər? Müvəffəqiyyət ola bilər. C variantı. Qabiliyyət, sevinc, qismət, bacarıq bunlar heç biri uğuru tam əks etdirmir, amma müvəffəqiyyət əks etdirir. Keçirəm üçüncü suala. Üçüncü sualda baxıram ki, çətin, qəliz bunlar sinonim sözlərdir. Möhkəmin də sinonimi nə ola bilər? Sərt ola bilər. A variantı. Tələbələr adətən burada qalın yazırlar, amma qalınla heç bir əlaqəsi yoxdur bunun. Keçirəm dördüncü suala. Dördüncü sualda baxıram ki, qıtlıqla bolluq əks mənalı sözlərdir. Yəni qıtlığın tərzi bolluqdur. Qorxaqlığın da əksi nə olar? Cəsurluq olar. C variantı. Keçirəm beşinci suala. Beşinci sualda baxıram ki, trapesiya fiqurun bir növüdür. Maye nəyin bir növüdür? Maddə halının bir növüdür. Bilirik ki, biz maddənin 4 aqreqat halı var. Onlar hansılardır? Maye, qaz, bərk, bir də plazma. Maddə halında bir növü də mayedir. Bu qədər sadə. Keçirəm 6-cı suala. Baxın, dərzinin aləti nədir? Fırçadır. Yox, parçadır. Dərzi nə ilə işləyir daha doğrusu? Parça ilə işləyir. Rəssam burada boya olacaq. Çünki rəssam boya ilə işləyir. Dərzinin aləti parça deyil ha. Bunlar necə deyim, rəssamın aləti fırçadır və s. tablodur və s. Bunlar hamısı yanlış variantlardır. Rəssam nə, dərzi nəyin üzərində işləyir? Parçanın üzərində işləyir. Rəssam nədə işləyir? Boya ilə işləyir. Yəni boyadan istifadə edərək işləyir. Dərzidə nədə istifadə edərək işləyir? Parçadan. Belə yadınızda saxlayın. Keçirəm 7-ci suala. 7-ci sualda baxıram ki, bəstəkar və musiqi. Musiqini bəstəkar bəstələyir. Söz yazısı deyil, dəftər deyil, qələm deyil. Romans olmaz. Romans musiqinin bir növüdür, səhv eləmirəmsə. Roman olsa hardasa, amma cavab burada povestdir. Çünki povesti kim yazır? Yazıçı yazır. Musiqini kim bəstələyir? Bəstəkar bəstələyir. Keçirəm 8-ci suala. 8-ci sualda baxıram ki, mətbəxdə xörək bişər. Sexdə nə hazırlanar? Daha doğrusu mətbəxdə xörək hazırlanar. Sexdə nə hazırlanar? Mebel hazırlanar. C variantı. Bu qədər sadə. Keçirəm 9-cu suala. 9-cu sualda baxıram ki, maddə nədən təşkil olunub? Molekullardan təşkil olunub. Bəs riyaziyyatdan da bildiyimiz kimi düz xətt nələrdən təşkil olunub? Nöqtələrdən təşkil olunub. A variantı. Bu qədər sadə. Keçirəm 10-cu suala. 10-cu sualda baxıram ki, ədəd, rəqəm. Yəni rəqəmlər ədəddir. Yəni rəqəmlərdən ədədlər yaranır. Onda sözlərdən də cümlə yaranır. Bu qədər sadə. Keçirəm 11-ci suala. Sıfır natural ədəd deyil. Yəni natural ədədlərə aid deyil. Bir də nələrə aid olmamalıdır? Sadə ədədlərə. Sadə ədədlər nəyə deyilir? Yalnız birə və özünə bölünən ədədlərə. Bir də nə sadədir, nə də mürəkkəbdir. Çünki sadə ədədlərin 2 ilə başladığını biz birinci sinifdən bilirik. Keçirəm 12-ci suala. 12-ci suala baxıram ki, rəssamın aləti fırçadır. Dürgənin aləti nə olar? Rəndə. Yəni rəssam fırça ilə işləyir, dürgə ilə işləyir, rəndə ilə işləyir. 13-cü sualda baxıram ki, bezin neftdən bezin alınır, ağacdan nə alınır? Kağız alınır. Y variantı düzgün cavabdır. Keçirəm 14-cü suala. 14-cü sualda baxıram ki, göyərçin bir quş növüdür. Balina da bir məməli növü. Səhv eləmirəmsə B variantı. Keçirəm 15-ci suala. 15-ci sualda baxıram ki, şair sözdən istifadə edir, bənnanadan istifadə edir, daşlardan istifadə edir və bina, ev tikir. Keçirəm 16-cı suala. 16-cı sualda baxıram ki, çinar və söyüd hər ikisi nədir? Ağac növüdür. Ağac növüdür hər ikisi.
Kivi bilirəm ki, həm quşdur, quş növüdür və həm də meyvə növüdür. Həm quşdur, həm də meyvədir. Baxıram ki, meyvə və quş olmaz. Niyə? Çünki çinar və söyüd hər ikisi eyni tipologiyada olmalıdır. Meyvəyə aid bir variant yoxdur, amma quşa aid toyuq var. Toyuq da bir quşdur deyə cavab olur A variantı. Misal. Keçirəm 17-ci suala. 17-ci sualda baxıram ki, kvadrat və kub. Kvadrat müstəvi fiqurudur və onun fəza fiquru forması kubdur. Dördbucaqlı nədir? Yəni dördbucaqlı belə bir şey. Bu müstəvi fiqurudur və bunun fəza fiquru forması da paralel piped olacaq. Y variantı bu qədər sadə. Keçirəm 18-ci sual. 18-ci suala baxıram ki, insan ağciyərlərlə nəfəs alır, balıq nə ilə nəfəs alacaq? Gəlsəmələri ilə nəfəs alacaq. Bu qədər sadə. Keçirəm 19-cu sual. 19-cu sualda baxıram ki, kirpini özündən müdafiə üçün nədən istifadə edir? Tikanlardan istifadə edir. Ayı özünü müdafiə üçün nədən istifadə edir? Pəncəsindən istifadə edir. B variantı. Keçirəm 20-ci suala. 20-ci sualda baxıram ki, palto soyuqdan qoruyur. İmmunitet isə nədən qoruyacaq? Xəstəlikdən qoruyacaq bizi. B variantı bu qədər sadə. 21-ci sualda isə ürək qan damar sistemi ilə hərəkət edir. Yəni idarə olunur. Ağciyər nədən istifadə olunur? Nədən belə deyim də, hansı sistemdən istifadə olunur? Tənəffüs sisteminə aiddir. Yəni ürək qan damar sisteminə aiddir. Ağciyər də tənəffüs sisteminə aiddir. Keçirəm 22-ci suala. 22-ci sualda baxıram ki, bənna divarı yaradar, bəstəkar nə yaradar? Musiqini yaradar, yəni inşa eləyər. Bəstəkar da musiqini inşa eləyər. Keçirəm 23-cü suala. 23-cü sualda baxıram ki, sevincdən göz yaşı yaranar, kədərdən də elə göz yaşı yaranar. Y variantı. 24-cü sualda baxıram ki, 24-cü sualda məndən nə istəyir? Undan xəmir yaranır, torpaqdansa nə yaranacaq? Palçıq. Yəni daha doğrusu una su qatsam xəmir eləyərəm, torpağa su qatsam palçıq eləyərəm. 25-ci sualda Avesta bilirəm ki, atəşpərəstliyin müqəddəs kitabıdır. Tövrat nəyin müqəddəs kitabıdır? İudaizmin müqəddəs kitabıdır. D variantı. 26-cı sualda baxıram ki, motorun avtomobil əsas hissəsi nədir? Motordur. Kompüterin əsas hissəsi nə olacaq? Prosesor olacaq. Buna informatikada biz birinci sinifdən bildik ki, CPU deyilir. Əsas prosesora görə işləyir. Motor da əsas avtomobil də əsas motora görə işləyir. 27-ci sualda baxıram ki, yay fəslin bir növüdür. Amerika nəyin bir növüdür, nəyin bir hissəsidir? Amerika ölkə deyil, bu ABŞ-dır. Ölkə kimi Amerika Birləşmiş Ştatlarıdır. Ada deyil, ştat deyil. Qitə ilə materik arasında bilir. Bu biraz coğrafiyaya gedir. 6 materik və 6 qitə var. Amerika qitəsi var, amma Amerika materiki yoxdur. Şimali Amerika var, bir də Cənubi Amerika var. Bunlar hamısı materikdir. Qitə olaraq Amerika qitəsi yaranır. Bu qədər saat. 28-ci sualda baxın, termometr nəyi ölçür? Temperatur ölçür. Ampermetr nəyi ölçür? Cərəyan şiddətini ölçür. Fiskamelli sualdır. Vahid də amperdir. 29-cu sualda oğlaq keçi balasıdır. Buzov da bilirik nəyin balasıdır? İnəyin balasıdır. D variantı. 30-cu sualda mango bir meyvədir. Neon özü nədir? Həm bir qazdır, həm də bir elementdir. Kimyadan bilirik. B variantı. 31-ci sualda baxıram ki, İslam dini müqəddəs yeri haradır? Məsciddir. Buddizmin müqəddəs yeri haradır? Yəni buddizmə sitaşelinə hara gedir? Pagoda. D variantı bu qədər sadə. Keçirəm 32-ci sual. 32-ci sualda baxıram ki, dinamometrlə qüvvə ölçülür, barometrlə nə ölçülür? Atmosfer təzyiqi ölçülür. A variantı. Ağırlığı ölçən tərəzidir, təzyiqdə askilometrdir və s. Keçirəm 33-cü suala. 33-də baxıram ki, biosfer bitki təbəqəsi, yəni bitki örtüyünü göstərir. Daha doğrusu biosfer canlı sferanı göstərir, amma əsas bitkidən ibarətdir. Hidrosferdə əsasən nədən ibarətdir? Sudan təşkil olunur. Hidrosfera, yəni su təbəqəsi adlanır. Ondan sonra keçirəm 34-cü suala.
Dənizdə yosun olur. Galaktikada nə olur? Planet olur. D variantı. Kainat niyə olmaz? Çünki kainat galaktikalardan təşkil olunur və s. Keçirəm 35-ci sualda. Qalibiyyətdən sevinc hissi yaranır. Sədaqətdən də nə yaranır? Etibar yaranır. C variantı. 36-cı sualda çaynik və samavar eyni funksiyanı yerinə yetirirlər. Yəni çay və ya belə deyim də qaynamış su üçün istifadə olunur. Qazanla eyni funksiyanı əlbəttə tava yerinə yetirir. D variantı. Keçirəm 37-ci sual. 37-ci sualda baxıram ki, Baykal göldür. Ən böyük şirin sulu göldür. Asiya ərazisində yerləşir. Xuanxə də Asiya ərazisinin ən böyük çaylarından biridir yansızı ilə. B variantına uyğunlaşır. Keçirəm 38-ci suala. 38-ci sualda 6 bir rəqəmdir. Helium nədir? Bir qaz növüdür. Keçirəm 40-cı suala. 40-cı sualda baxıram ki, kvadrat müstəvi fiqurdur və kub onun fəza formasıdır. Dairə müstəvi fiqurudursa onun fəza fiquru forması əlbəttə kürə olacaq. C variantı. Sonra getmək, yəni məsafə anlayışı metrlə ölçülür. Qaldırmaq nə ilə ölçülər? Yəni daha doğrusu vahidin nə kimi istifadə olunan kiloqram. Əlbəttə ki, D variantı. Sonra qulaqda sırğı olar, barmaqda nə olar? Üzük olar. Sonra şimalın əksi cənubdur. Yəni biri müsbət, biri mənfi anlayışdır. Rütubətlinin də əksi əlbəttə nə olacaq? Quru olacaq. C variantı. 44-cü sual. Aktivlik ilə passivlik bir-birinə əks mənalı sözlərdir. Normalın əksi nə olar? Patologiya, yəni qeyri-adilik hesab olunur. Keçirəm 45-də isə nisbilik nəzəriyyəsi Einsteynə məxsusdur, təkamül nəzəriyyəsi isə Darwinə məxsusdur. 46-cı sualda qəzəl nəzmlə yazılır, yəni şeir formasında yazılır. Povest isə necə yazılır? Əlbəttə yazı formasından, yəni nəsrlə yazılır. D variantı. Arı və neştər sözləri. Arının neştəri onun iynəsidir. İlanın, yəni sancmaq üçün istifadə olunur. İlanda nədir bu? Dişdir. Yəni ilan dişi ilə sancır, arı isə neştəri ilə. 48-ci sualda elminin bir növü riyaziyyatdır, nəşrin bir növü isə yəni nəşr olması bir şey, o da jurnal olacaq. Keçirəm 49-cu suala. Hüceyrənin mərkəz hissəsi nüvədir, gözün mərkəz hissəsi nə olar? Gözün bəbəyi olar. C variantı. 50-ci sualda stol bir əşya növüdür, balıq bir nə növüdür? Heyvan. Sonra 51-ci sualda yemiş kürə formasındadırsa, boru nə formasındadır? Əlbəttə silindir formasında. Zoologiya heyvanları öyrənir. Kinologiya nə öyrənir? Əlbəttə itləri öyrənir. Yəni kinolar deyil. Bu qəbul sualdır. Kinologiya itləri öyrənir. 53-cü sualda televizoru izləyirsən, telefonla nə edirsən? Danışırsan. B variantı. Rəqsin bir növü yallıdır. Şeirin bir növü nədir? Qəzəldir. Roman proloqla başlayır və epiloqla bitir. Sonra opera ilə başlayır, uvertura ilə başlayır. Səhv eləmirəmsə elə libretto ilə də bitir. 56-cı sualda Çinar və Söyüd hər ikisi ağac növüdür. Şkaf nədir? Bir mebel növüdür. Ona uyğun nə olar? Masa. Masa ilə şkaf hər ikisi bir nədir? Mebel növüdür. Elektrik cəryanı kabel vasitəsilə ötürülür. Su nə vasitəsilə ötürülür? Boru vasitəsilə. Cinayət işləyən cəza çəkər. Zəhmət çəkən bəhrəsini görər. Eynən bu testi işləyənlər kimi. Davam edirik 59-cu sualda ada, dəniz. Yəni dəniz harda yerləşir? Daha doğrusu ada harda yerləşir? Dənizdə yerləşir. Dörd tərəfi su ilə əhatə olunur. Vahə nə ilə əhatə olunur? Əlbəttə ki, səhranın ortasında olan su hövzəsinə vahə deyilir deyə qumla ya da səhra ilə əhatə olunur. 60-cı sualda oxun müasir versiyası mərmidir. Qramofonun müasir versiyası isə maqnitofondur. 61-ci sualda insan toplusu cəmiyyət adlanır. At toplusu, yəni atların sürüsü ilxı adlanır. Yəni atın çoxluğu ilxı yaradır.
60-cı sualda ətirlə müalicə aromaterapiyadır. Bitki ilə müalicə isə fitoterapiyadır. 63-cü sualda təhlükə qorxu yaradır. Bəs nə inamsızlıq yaradar? Əlbəttə ki, aldanma inamsızlıq yaradar. Diskussiya ilə müzakirə sinonim sözlərdir. Böhtanla sinonim söz olan nədir? İftira. 65-ci sualda qaçmaqla dayanmaq əks mənalı sözlərdir. Qışqırmaqla susmaq əlbəttə ki, əks mənalı sözlərdir. 66-cı sualda hər fərziyyənin bir təsdiqə, hər hipotezin isə bir sübuta ehtiyacı var. Y variantı. 67-də qatar dəmir yolu ilə hərəkət edir, gəmi harda hərəkət edir? Suda hərəkət edir. Sonra 68-ci sualda neon qazın bir növüdür. Yəni neon qazdır. Ekvador nədir? Ekvator olsa nə olardı bu? Əlbəttə paralel olardı. Yəni meridian ümumiyyətlə deyil, meridian Greenwich'dir. Paralel ekvatordur. Əgər ekvadordursa bu ölkədir, hansı ki Cənubi Amerikada yerləşir. Ekvador D variantı. Əslində ekvatorun adı da elə Ekvadordan gəlir. 69-cu sualda metal qızıl bir metal növüdür. Bəs bunlardan hansı bir maye növüdür? Əlbəttə ki benzin A variantı. 70-ci sualda ürək nasosla işləyir. Beyin nə ilə işləyir? Mərkəzi stansiya ilə işləyir. 71-ci sualda isə şücaət qəhrəmanlıqdır. Səxavət nədir? Əli açıqlıqdır. 72-ci sualda robot proqramla işləyir, yəni proqramla hərəkət edir. Heyvanla hərəkət edir, əlbəttə instinktlə. Yəni bu beyin şuur funksiyasını heyvanda yerinə yetirən hissədir. 73-cü sualda qəzet mətbuat, yəni qəzet mətbuata daxildir. Futbolla aid nəyin bir növüdür? İdmanın bir növüdür. Sonra 74-cü sualda botanika bitkiləri öyrənir, ippologiya isə atı öyrənir, yəni atlara aid olan elmdir. Sonra 75-ci sualda dövləti prezident idarə edir, hökuməti kim idarə edir? Baş nazir idarə edir. 76-cı sualda kanoe qayıq növüdür, sürvə isə bitki növüdür. A variantı. 77-ci sualda fizikada qanun olur, riyaziyyatda nə olur? Əlbəttə ki, teorem olur. 78-ci sualda üzüm bir gilə meyvə növüdür. Sonra areal nəyin növüdür? Areal biz birinci sinifdə informatika dərsindən bilirik ki, şriftin bir növüdür. Hansı ki, Word-də şrifti dəyişən funksiyalardan, yəni şriftin dəyişdiyi funksiyalardan biri də areal funksiyasıdır. Yəni areal formatında eləyir. 79-cu sualda feil təsnif etməkdir, yəni təsniflənir. İsim neyniyir? Hallanır əlbəttə ki. Sonra 80-cı sualda kiloqram sentiner. 1 sentiner 100 kiloqramdır. 100 millimetr bəs 1 nəyə bərabərdir? 1 bölün 100 nisbətindədir. Əlbəttə ki, 1 desimetrə bərabərdir. Sonra zərgər qızılla işləyir, dulusu isə gillə işləyir. Əlbəttə ki, C variantı. Yupiter bir planet növüdür. Günəş bir nədir? Ulduz növüdür. C variant, D variantı. Etika mədəniyyətdirsə, estetika da gözəllik. B variantı. Keçirik 84-cü suala. 84-cü sualda baxırıq ki, memar binanı hazırlayır. Xoreoqrafsa nəyi hazırlayacaq? Əlbəttə ki, rəqsi hazırlayacaq. Sonra keçirəm 85-ci sualda. Baxıram ki, bənna daşla işləyir. Silingər isə dəmirlə işləyir və açar falan düzəldir. 86-cı sualda ibtidai icmadan sonra quldarlıq gəlir. Feodalizmdən sonra isə kapitalizm gəlir. Bu biraz tarixi sualdır. Keçirəm 87-ci sual. 87-də baxıram ki, sahə və həcm. Sahə mən bilirəm ki, metr kvadratdır. Həcm nədir? Metr kubdur. Uzunluq əgər metrdirsə, deməli baxın
Bir dənə artır bunun qüvvəti. Bir vahid artır qüvvəti. Bunun da qüvvəti bir vahid artanda m kvadrat olacaq. O da nəyə bərabərdir? Sahəyə bərabərdir. 88-ci suala baxıram. Toplanan cəm, yəni toplananlardan cəm yaranır. Vurğulardansa əlbəttə hasil yaranacaq. C variantı. 89-cu sualda adanı kəşf eləyirlər. Yəni zaten olan bir şeyi üzə çıxarmaq bu kəşf adlanır. İxtira isə sıfırdan yaratmaqdır. Məsəl üçün materiki sıfırdan yaratmırlar. Materik var, sadəcə onu kəşf etmək lazımdır. Eynən qitəni, cazibə qanununda, yəni cazibə qanununda zaten elə bir şey var, sadəcə onu kəşf etmək lazımdır. Odu da əvvəlcədən var idi, sadəcə onu kəşf etmək lazım olur. Telefonu isə sıfırdan ixtira edirlər. Yəni telefon sıfırdan yaranana kimi telefon deyə bir anlayış olmayıb. 90-cı sualda atın müasir forması maşındır. Nəyin müasir forması lampa olar? Əlbəttə ki, şamın müasir forması lampa olar. Sonra 91-ci suala baxırıq. 91-ci sualda isə zərfli cümlədə zərflik funksiyasını yerinə yetir. Fe'l cümlədə hansı formada yerinə yetirəcək? Xəbər funksiyasını yerinə yetirəcək. Zambaq bir gül növüdür. Kapitalistlər isə nə adlanır? Bir sinif növüdür. Yəni kapitalistlər, quldarlar və s. onlar siniflərə bölünürlər. Sonra 93-cü sualda bədbin pessimistdir. Yəni bədbin insan pessimist olur. Optimist insan əslində cavab kimi düşünülə bilər. Amma optimist necə deyim, hər şeyin yaxşı tərəfindən baxandır. Yəni bu biraz dünya görüşü sualıdır. Yəni optimist tam olaraq xəyalpərəstə getmirdi. Çünki pessimist də real düşüncəlidir, optimist də real düşüncəlidir. Amma xəyalpərəst də real olmayan şeyləri xəyal etməyinə görə optimisti götürmək olmaz. Utopist var. Utopist utopiya dünyasında yaşayan insanlara deyilir. Yəni xəyal dünyası, xəyal aləminə daxil olan insanlara deyilir utopiya. Yəni həmin aləmdə olan insanlara utopist deyirlər. Ona görə utopist daha uyğundur, nəinki optimist qala bilər. 94-cü suala baxırıq. Çar musiqini eşidə bilmir. Kor nəyi görə bilməz? Əlbəttə, rəsmi görə bilməz. 95-ci sualda kütlənin vahidi kiloqramdır, həcmin vahidi isə həm metr kvadrat metr kvadrat olmaz, metr kub olmalıdır. Ona görə də cavab nədir burada? Litrdir. A variantı. 96-cı sualda məktəbdə biz təhsil öyrənirik. Xəstəxanadan biz nə əldə edirik? Müalicə əldə edirik. 97-ci sualda vulkandan lava fışqırır. Qeyzerdən nə fışqırır? Əlbəttə ki, isti su. Sonra 98-ci sualda isə müstəvi düzbucaqlı bir müstəvi fiqurudur. Bəs bunlardan hansı fəza fiqurudur? Əlbəttə ki, piramida. Piramida fəza fiqurudur. Digərləri isə müstəvi fiqurlardır. 99-cu sualda dəri lamisədir. Yəni bu dəri lamisə toxunma hissidir. Yəni hissin adıdır deyə. Burun da nə olacaq? İyi bilmə funksiyası olacaq. Yəni toxunma hissəsi lamisədir. Bir şeyə toxunan zaman dəri hissəsini toxunma lamisə adlanır. Yəni bir hissiyatın bir növüdür. Burunda da nədir bu? Əlbəttə ki, iyi bilmədir. 100-cü sualda universitetdə rektor olur əsas başçı. Dərnlərdə isə nə olur? Əlbəttə ki, rəhbər olur. Keçirik 101-ci suala. Burada isə nisbətən fərqli suallardır. Uyğunluğa baxırıq. Şərqlə qərb bir-birinə əks olan cümlələr, bir-birinə əks olan fikirlərdir. İsti və ilıq bir-birinə əks deyil, ağıllı və tənbəl də əks deyil, güclü və qüvvətli deyil, cəld və ləng bir-birinə tam olaraq əksdir. Yumşaq və qalın heç bir aidiyyatı yoxdur. 102-ci sualda xeyir və şər bir-birinə antonim sözlərdir. İndi və sonranı çox vaxt tələbələr götürür, amma indi olmaz. Əvvəl və sonra olsaydı tamamilə əks olardı. Ona görə də cavab eniş və çıxışdır. Keçirik 103-cü sualda baxırıq ki, qalxan qorunmaq üçün istifadə olunur. Baxın, birinci tərəfi ikinci tərəf üçün istifadə edirik. Yəni, kitab daşımaq üçün deyil, təhsil məktəb üçün deyil,
Qaldırmaq kran üçün deyil, kran qaldırmaq üçündür. Baxın, yerləri səhvdir deyə bunlar yanlışdır. Ola bilər televizorda baxmaq üçün ola bilər, amma yerləri yenə qarışıqdır. Baxın burada necə olacaq? Birinci və ikinci, birincidən ikinciyə getməlidir. Ona görə də cavab D variantıdır. Qələm həqiqətən də nə üçündür? Yazmaq üçündür. Sonra, üzümün qurudulmuşuna kişmiş deyilir. Variantlara baxaq, görək ki, ağacın qurudulmuşuna yarpaq demirlər, tomatın qurudulmuşuna pomidor demirlər. Hə, doğrudan da çörəyin qurudulmuşuna nə deyirlər? Suxari deyirlər. Ona görə cavab C variantıdır. 105-ci sualda şimal və cənub bir-birinə əks mənalı sözlərdir. Yay və payız əks mənalı deyil, bahar və yay deyil, qış, bahar sayılmır. İndi deyəcəm niyə? Qışın bahar yaz ayıdır. Ona görə sayılmır. Payız və qış da sayılmaz. Qış və yay doğrudan da bir-birinə əksdir. Ona görə cavab Y variantı olur. Burada bahar və qışın yerinə əgər bahar və payız olsaydı, hardasa götürmək olardı. Amma tam əks lazımdır. Qış və yay gedir. Sonra 106-cı sualda meyvənin yetişməmişi çaldısa, işçinin də yetişməmişi nədir? Təcrübəsizdir. Yəni tam olğun olmayan forması. Bunu olğunluqla da götürə bilərsiniz. Cavab olur C variantı. Sonra dırnaq və barmaq. Yəni bilirik ki, dırnaq barmaqda olur, diş damaqda olur, onu bilirik. Baş saçda olur. Yox, tərsinə olmalıdır. Saç başda olmalıydı. Sonra kibrit qutuda olur. Əla ola bilər. Papaq başda olur, ola bilər. Göz kipridir, kipri gözdə olmalıydı. Qalırıq 3 variantın arasında. 3 variantın arasında indi daha fərqli yanaşma lazımdır bizə. Baxıram ki, barmaqda dırnaq neynir? Bitir, yetişir, yəni formalaşır. Amma buradakı C variantında kibriti elə qutuya qoyasan, yəni qutunun öz içində kibrit yaranmaz axı. C variantı səhvdir. Papağı da gəlib başa qoyasan, yəni başın özündə papaq yaranmaz axı. Ona görə D variantı səhvdir. Cavab olur A variantı diş damaq. Həqiqətən də damaqda diş formalaşır və yaranır. 108-ci sualda baxıram, ağacın nəyi olur? Kökü olur. İynənin sapı olurmu? Bunu saxlayaq hələlik. Ayağın insanı olur, səhv formadır. Binanın binövrəsi eynən də. Baxın, digər variantları artıq yoxlamaya ehtiyac yoxdur. Yəni ağacın əsas yeri haradır? Kök hissəsidir. Binanın əsas hissəsi haradır? Onun binövrəsidir. Cavab olur D variantı. Sonra 110 min. 100-ün kvadratıdır da bu. Ya da 100 misli. Belə də yaza bilərik. 110 min üçün ya kvadrat olmalıdır, ya da ki vur 100 olmalıdır. Ya x kvadrat ya da vur 100. Burada onda bir 10. Yəni 100-ə vuranda alına bilər. Sonra onda 1 ilə 1000 alınmaz. Onda 1 ilə mində 1 alınmaz. Onda 1 ilə mində 1 əslində alına bilər. Saxlayaq bunu hələlik. Onda 1 ilə 100-də 1. Bu da ola bilər. Kvadratı ola bilər. Sonra və bu artıq 100-ə bölmədir. Bu onda 1 ola bilməz. Onda 1 mində 1 ola bilməz. Onda 1 1. Bu da ola bilməz. Baxırıq ki, iki dənə variant arasında qalırıq. Burada əslində bu müəmmalı sualdır. Yəni həqiqətən də onda 1-in kvadratı da 100-də 1 ola bilər. Onda 1-in 100 misli də nə ola bilər? 10 ola bilər. Sözün D və A variantı hər ikisi də düzgün hesab olunur. Sonra 110-cu sualda baxırıq ki, balıqçı tordan istifadə edir. Silah əsgərdən istifadə etməz, qoşun sərkərdindən istifadə etməz. Təqlidçi aktyor əlaqəsizdir. Qəssab baltadan istifadə eləyər. Əla. D variantı olur. Keçirəm 111-ci suala. 111-ci suala baxıram ki, C rəmzin bir növüdür. Sonra variantlara baxanda da hüquqşünas, vəkil də hüquqşünasın bir növüdür. Davam edirik. 112-ci sualda hektar sot. 1 hektar nəyə bərabərdir? 100 sota bərabərdir. 1 bölü 100 nisbətindədir.
Sonra bir sotda ilə 100 kvadrat metrdir. D variantı. Bu qədər sadə. 113-cü sualda kilobayt bayt. 1 kilobayt informatikada birinci sinifdə öyrənmişik ki, 1024 baytdır və variantlara da baxanda 1 megabayt bilirəm ki, 1024 kilobaytdır. 1 bölü 20, 1024 nisbətindədir. Cavab olur C variantı. 114-cü sualda həcm tutumdur. Yəni tutumu nə ilə ölçürlər? Həcmlə ölçürlər. Məsafə nə ilə ölçərlər? Uzunluqla ölçərlər. E variantı. Sonra kameraman, yəni kinooperator kamera ilə işləyər. Sonra yəni kamera əsas aləti kamera olar. Rəssamın da əsas aləti nə olar? Fırça olar. Hə, çoxunuz burada qəssab ət kimi düşünə bilərsiniz, amma qəssab ətlə işləmir ki. Yəni ətdən balta olsa, hə, ola bilərdi. Balta vasitəsilə ətlə işlər. Yəni əsas biraz diqqət edəsiz sualda, amma burada fırça rəssamdır yəni. 116-cı sualda radio bir cihaz növüdür və rəng bir qırmızı, kələmbostan, milçək bir həşarat növüdür. Y variantı düzgün cavabdır. Peru ölkədir. Avrasiya qitə deyil, materikdir. Yaponiya materik deyil, ölkədir. Hərbisi general əlaqəsizdir. Həşarat qarışqa deyil, qarışqa bir həşaratdır. Çörək bir ərzaq növüdür. 118-ci sualda baxıram ki, onkoloq bir həkim növüdür. Sonra bezin də bir yanacaq növü olar. Y variantı bunlar digərlərə uyğunlaşmırlar. Şair müğənninin növü deyil. Yəni şair ayrı, müğənni ayrıdır. Düzdür, Azərbaycanda çox da ayırt eləmirlər, amma Azərbaycanlıda olmasa belə, yəni şair müğənni ayrı-ayrı anlayışlardır. Askarit bir parazit növüdür. İnsanda yaşayan qurdun növüdür. Geyim də bir, palto da bir geyim növüdür. A variantına uyğun gəlir. Dulusu cillə işlər, yəni əsas xam malı kimi cil götürülür. Bəs variantlarda nə olar? Əslində variantlarda bir çox uyğun gəlir. Dərzi düymə də uyğun gəlir. Müəllim təbaşir də uyğun gələ bilər. Amma əsas xam mal kimi işlədiyi, xam mal kimi götürəndə dülgər və taxta uyğunlaşır. Sonra davam edirik. 123-cü sualda geyimi modelyer geyinir. Bəs musiqini də bəstəkar bəstələyir. Y variantı uyğunlaşır. Keçirəm 127-ci suala. 127-ci sualda baxıram ki, tramvay relslərdə hərəkət eləyir. Yəni rels tramvay yoldur. Gəmi də nəyin üzərində hərəkət eləyər? Əlbəttə suyun üzərində hərəkət eləyər. Sonra sözlər birləşərək cümlə yaradırlar. Mərtəbələr də birləşərək binanı yaradırlar, yoxsa həyət evi olar. 126-cı sualda Nil bir çay növüdür. Yəni dünyanın ən uzun çayıdır. 6691 kilometr uzunluğu var. Baxıram ki, burada nədir? Tərəvəz pomidorun bir növü deyil. Heyvan şirin bir növü deyil. Timsah balığın bir növü deyil. Santimetr metrin bir növü deyil. Melanxolik temperamentin bir növüdür. Yəni insan növlərinə aiddir. 4 növ var əslində. Biri melanxolikdir. Ona aid testi yaxınlarda görəcəyik. Sonra 127-ci suala baxıram ki, çörəyin xırdalanmış forması qırıntı adlanır. E, Taxtanın da xırdalanmış forması yonqar adlanır. Yəni aplikada deyirlər buna kənd yerlərində. Cavab olur D variantı, bu qədər sadə. Meyvənin qurudulmuşuna qax deyilir, üzümün qurudulmuşuna da kişmiş deyilər. Sonra Hitler Almaniyanındır. Yəni Almaniyanın idarəçisi olub. Sonra Çingiz xan Çinin olmayıb. Çingiz xan Çinin olmayıb. İskəndər Romanın olmayıb. Sonra Napolyon Fransanın olub. C variantı. Yəni belə deyim də əsas başçı sərkərdə kimi nəzərdə tutulurlar. Yəni Hitleri İkinci Dünya müharibəsinin hamımız bilirik. Napolyon da elə Fransanın başçısı olub. Sonra davam edirik. 130-cu sualda fiska elmin bir növüdür. Baxıram ki, variantlara. Ölkənin bir növü də
Kolumbiya deyil. Tərsinə olmalıdır bunların yerini. Kolumbiya ölkənin bir növü olmalıdır. Negroid də irqin bir növüdür. İrqlər 3 yerə bölünür. Avropoid, Mongoloid, Negroid. Ona görə cavab olur D variantı. Sonra 131-ci sualda kalkulyator hesablamaq üçündür. Bəs qayçı da kəsmək üçün olar. D variantı. Manatın xırda forması qəpikdir. Dollar sent yox. Sent dollar sent olmalıydı. Sent dollar yox. Sonra metrin xırda forması santimetr əslində götürmək olar. Bitin xırda forması byte deyil, daha kiçik forması deyil, qiymət dəyər deyil, pul valyuta deyil. Ona görə də elə cavab metr santimetrdir. Davam edirik. Qılınc, qalxan. Əla. Qalxan bizi qılıncdan qoruyur. Yağış da bizi, çətir də bizi nədən qoruyar? Yağışdan qoruyar. Y variantıdır. Variantlara belə baxanda əks hücum hücumdan qoruyar və sair hücum müdafiədən. Bunlar əlaqəsizdir. Amma qalxanın qılıncdan qorumağı və çətirin yağışdan qorumağı da eyni mənaya gəlir. Tsunami və zəlzələ bunlar hər ikisi sinonim formalardır və hər ikisi də nədir? Təbii fəlakət növüdür. Sonra alma və ərik də hər ikisi nədir? Meyvə növüdür. C variantı uyğun gəlir. Məsələn, futbol idmana daxildir. Yəni eyni statusu daşımırlar. Eyni funksiyadır. Oxşar funksiya və eyni statusda deyillər bunlar. Sonra davam edirik. Musiqidə nə olur? Notlar olur. Sözdə cümlələr olmaz. Pilləkəndə pillələr olar. Yenə də baxaq. Mərtəbədə bina olmaz. Otaqda mənzil olmaz. Misrada şeir olmaz. Bir dənə pilləkəndə pillə. B variantına uyğunlaşır. Davam edirik 136-cı sualda. Zülmət və parlaq bir-birinin əks mənalı sözlərdir. Sonra müəmmalı şübhəlidir, sakit səssizdir, isti qaynardır. Bunlar əlaqəsizdir. Qənaətçillə bədxərc. Bədxərc çox pul xərcləyənə deyirlər. Qənaətçil də az pul xərcləyənə deyirlər. Yəni puluna qənaət eləyənə deyirlər. Yəni bunlar əks mənalı sözlərdir. Eynən zülmət və parlaq kimi. 137-ci sualda ayı pəncəsi ilə özünü müdafiə eləyər. Zəhər ilanı ilə yox, ilan zəhəri ilə, tikan kirpisi ilə yox, kirpi tikanı ilə, şir pəncə yox, yerləri səhvdir. Qartal caynağı ilə özünü müdafiə eləyər. Ona görə cavab D variantına uyğunlaşır. Sonra davam edirik. 138-ci sualda baxıram ki, kiloqram qram verir. Bilirəm ki, 1 kiloqram 1000 qramdır. Yəni 1 böl 1000 nisbətindədir. Baxaq hansı variant daha uyğun gəlir. C variantı uyğun gəlir. 1 ton, birinci sinifdən bilirik ki, 1000 kiloqram bərabərdir. 139-cu sualda il kvartallara bölünür. Yəni kvartal ilin 4də biridir, səhv etmirəmsə. Ya 3də biri, ya 4də biridir. Sonra həftə də nəyə bölünür? Günlərə bölünür. D variantına uyğun gəlir. Ay illərə bölünməz, saat sutkaya bölünməz, dəqiqədə saata bölünməz. Belə. 140-cı sualda baxıram ki, sevinç gülmək hissini yaradır, matəm şadlanmağı yaratmır, qorxu qorxutmağı yaratmır, kədərdən ağlamaq yaranır. Hə, kədər ağlamağı yaradır. 141-ci sualda Çinin paytaxtı mən birinci sinifdən bilirəm ki, Pekindir. İsveçrənin paytaxtı Oslo deyil, Oslo Aran paytaxtı Norveçin paytaxtıdır. Afina Yunanistanın paytaxtıdır, amma yerləri səhvdir. Polşanın paytaxtı Varşavadır və hər şey düzgündür. İslandiyanın paytaxtı Madrid, yox səhvdir. Madrid İslandiyanın paytaxtı deyil, İspaniyanın paytaxtıdır. Burada da həm yerlər səhvdir Milan, İtaliya, həm də İtaliyanın paytaxtı da Romadır. Birinci sinifdən bilirik. 142-ci sualda baxıram ki, təyin harda olur? Cümlədə olur. Qafiyə də harda olur? Şeirdə. Ya da şeirin daxilində qafiyə, cümlənin daxilində təyin olur. Belə də demək olar. 143-cü sualda A bir hərfdir. 100 rəqəm deyil, 101 ədəddir. Rəqəmlər sadəcə 10 dənədir, 0-dan 9-a qədər. Ədəd 1000. Elə bu da səhvdir. Yəni
ədəd min deyil, min ədəd olmalıdır. Hə, fa da not növüdür. 7 notamız var, onu bilirik ki, biri də fadır. Cavab C variantıdır. 144-cü sualda yer planetdir. Bunu bilirik. Asteroid göy cismi, elə cavab bu olacaq. Günəş planet deyil, Günəş ulduzdur. Mars, Merkuri hər ikisi planetdir. Ay bir peyk növüdür. Yəni peyk ay deyil. Planet də Saturndur. Amma yerləri səhv olmalı. Saturn planet olmalıdır. 145-ci sualda birinci sinifdən bilinəm ki, Pifaqor riyaziyyat alimidirsə, Herodot da tarix alimidir, bunu da bilirik. Aristoteldir, Sokratdır, bunlar səhv eləmirəmsə fəlsəfə alimləri olmalıdır və s. 146-cı sualda baxıram ki, qatarı maşinist idarə edir, kapitanı gəmi idarə etmir, pilotu təyyarə idarə etmir, maşını sərnişin idarə etmir, faytonu pilot da idarə etmir, avtobusu sürücü idarə edir. Baxın, əsas məsələ nədir? Birinci tərəfdən ikinci tərəfə gedirsənsə, burada da birinci tərəfdən ikinci tərəfə getməlisən. Ya variantına uyğunlaşır. 147-ci sualda ehtiyatsız tədbirli. Bunlar biri mənfi, biri müsbət sözlərdir. Yəni bir-birlərinə əksdirlər. Davam edirik. Qəmgin emosional əlaqəsizdir, sevincli mehriban əlaqəsizdir. Utanmazla həyalı biri mənfidir, biri müsbətdir və bir-birinə tamamilə antonim sözlərdir. C variantı. 148-ci sualda saçın süni forması parikdir. Yəni saçı pariklə əvəz etmək olur. Dişi də protezlə əvəz etmək olur. Dişin belə deyim də süni forması protezdir. A variantına uyğunlaşır. 149-cu sualda birinci sinifdən bilirəm ki, arı həşəratın bir növüdür. Kolibri də quşun bir növüdür. Hansı ki, ən kiçik quşlardan biridir və saniyədə 90 dəfə, səhv eləmirəmsə, 90 dəfə qanadlarını çırpa bilir. Sinek quşu deyirlər türklər səhv eləmirəmsə. 150-ci sualda rəndə dülgərin alətidir. Yəni dülgər rəndə ilə işləyir və pinəçi də bizlə işləyir. B variantına uyğunlaşır. Yəni belə deyim də üstündə işlədiyi əsas alət kimi nəzərdə tutulur. Məsələn, aşpazda önlük hardasa əlaqəlidir, amma aşpazda önlük yox, sağ olsaydı ya da tava olsaydı əlaqəli olardı. 151-ci sual əsl incə oğlanların sevdiyi suallardandır. Şir, qız, əqrəb bunlar bürclərdir və təsadüfən burada cavablardır. Yəni üçü də eyni funksiyadadır. Burada da Y variantına uyğunlaşır. Dolça, qoç, balıqlar üçü də bürcdür. 152-ci sualda xəstəxana, həkim və xəstə. Deməli bunu necə isə cümlə qurmağa başlayırsınız. Həkim xəstəxanada xəstələri müalicə edir. Sonra sinif məktəbdə şagird əlaqəsizdir. Gözətçi həbsxanada məhbuslarla işləyir. Yəni bu əlaqəlidir. Hətta bu cümləni belə dəyişir. Elə həkim xəstəxanada xəstələrlə işləyir. Tamaşaçı teatrda səhnə ilə əlaqəsiz. Rəssam sərgidə rəsmlə işləmir. Yəni sərginin əvvəl rəsmi yaradır. Əlaqəsizdir. Müştəri restoranda yeməklə işləyir. Yəni bu da əlaqəsizdir. Cavab elə olur B variantı. 153-cü, 3-cü, 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 3-cü,
Sonra baxıram ki, köynək bir geyim növüdür və köynəyində düymələri olur. Y variantına uyğunlaşır. Məsəl üçün, ağac bardı, yəni əlaqəsiz, hörümçək cücü əlaqəsiz, ədviyyat xorək əlaqəsiz, əl ayaq əlaqəsizdir. Yəni digər variantlar yoxlama belə ehtiyac yoxdur. 154-cü sualda kompüter bir cihaz növüdür və kompüterin nəyi var? Monitoru var. Sonra baxıram variantlara. A variantında cümlə mətnin bir növü deyil. Ağac bitkinin bir növüdür və ağacın yarpaqları var. B variantına uyğunlaşır. 155-ci sualda odunçu meşədə balta ilə işləyir.
Balıqçı da dənizdə tilovla işləyir. Bu qədər sadə, heç sualı həll etməyə gərək yoxdur. Sonra 156-cı sualda bir saat, dəqiqə, saniyə. Bilirəm ki, 1 böl 60 nisbətindədir. Sonra bu nədir? Bu da 1 böl 60 nisbətində. Yəni 60-a vurula-vurula gedir. Vaxt ölçü saat əlaqəsiz. İl sutka saat. Bu əlaqəsizdir konkret. Tərəzi kiloqram əlaqəsizdir. En uzunluq hündürlüyə əlaqəsiz. D variantı uyğunlaşır və D variantı da 1 böl 10 nisbətində gedir də, səhv eləmirəmsə. Hə, 1 metr 10 desimetrdir, 1 desimetr də 10 santimetrdir. 57-ci sualda baxıram ki, alim elmi tədqiqat aparır, elmi tədqiqat edir. Müəllim də təhsili nə edir? Təlim edir, yəni təlim keçir. B variantına uyğunlaşır. 158-ci sualda baxıram ki, şərab içkinin bir növüdür və içki ilə mayedir. Qadın insanın bir növüdür və qadın insan da bir məxluqdur. A variantına uyğunlaşır. 159-cu sualda cərrah xəstəxanada işləyir və cərrah da bir həkim növüdür. Müəllim məktəbdə işləyir, müəllim bioloq deyil. Frezerçi zavodda işləyir və frezerçi də bir fəhlə növüdür. B variantına uyğun. Frezerçi ambardara deyirlər, hansı ki, mənfi temperaturlarda işləyənlərə deyirlər. Keçirəm 160-cı suala. 160-da baxıram ki, İngiltərə Avropada yerləşir və İngiltərənin paytaxtı London şəhəridir. Çexiya Asiyada yerləşmir. Kanada Afrikada yerləşmir. Asiya Pakistanda yerləşir və birinci sinifdən bilirəm ki, paytaxtı İslamabaddır. C variantı uyğunlaşır. ABŞ Amerikada yerləşir və ABŞ-ın paytaxtı amma New York deyil, Washington şəhəridir. Zaten burada da İsveçin paytaxtı Stockholmdur. Oslo Norveçin paytaxtıdır. Y variantı da ona görə səhvdir. 161-ci sualda qram, kiloqram, ton verib. 1 kiloqram 1000 qramdır. Yəni 1 böl 1000. Bunun da biri bunun nəyinə bərabərdir? 1000-nə bərabərdir. Hə, bunu buradan bilirik. Əla. Baxıram indi variantlara. Hə, variantlarda D variantı düzgün cavabdır. 1 kilometr 1000 metrdir və 1000 metr 1 metrdə 1000 millimetrə bərabərdir. D variantına uyğunlaşır. 162-ci sualda bağayarpağı bir ot növüdür və ot da bitkidir. Baxıram ki, variantlardan hansıdır? D. Şərab bir içki növüdür və içkidə nə olur? Maye olur. Y variantına uyğunlaşır. 163-cü sualda kartov bir tərəvəz növüdür. Kartovdan püre hazırlanır və püre də nədir? Xörəkdir. Davam edirik. Kitab, hekayə, rejissor əlaqəsizdir. Sonra şinşilla bir heyvan növüdür. Şinşilladan şuba hazırlayırlar və şuba da bir geyimdir. B variantına uyğunlaşır. Şinşilla xanımların sevdiyi bir şuba növüdür. Hansı ki onun dərisindən istifadə edirlər onun üçün yunundan. 164-cü sualda baxıram ki, həkim müalicəni dərmanla xəstə edir. Biraz əlaqəsiz oldu. Həkim dərmanla xəstəni müalicə edir. Hə, bu daha əlaqəlidir. Sonra müəllim dərslə tədris şagird əlaqəsizdir. Bəstəkar musiqi ilə bəstə əlaqəsizdir. Əslində D variantı burada 2 dəfə düşüb, elə Y variantı olmalıdır bu. Baxıram ki, hakim qanunla cinayətkarı mühakimə eləyir. Elə Y variantına uyğunlaşır bu. 165-ci sualda baxıram ki, bənna kərpizlə divarı tikir, rəssam şəkillə fırçanı səfdir, bəstəkar nota ilə musiqini bəstələyir. B variantına uyğunlaşır. 166-cı sualda baxıram ki, kağızın xam malı ağacdır,
və kağızdan kitab hazırlayırlar. Unun xam malı buğdadır və undan da çörək hazırlayırlar. Y variantına uyğunlaşır. 167-ci sualda baxıram ki, saat, dəqiqə, saniyə, zaman. Zaman ümumi anlayışdır. Bunu ayrı tuturuq. 1 saat 60 dəqiqədir. 1 dəqiqə də nədir? 60 saniyədir. Bunu birinci sinifdən biz bilirik. Sahə en uzunluq, hündürlük səhvdir. Uzunluq kilometr, metr, santimetr. Yoxlayaq. Elə cavab bu olmalıdırsa və 1 kilometr nədir? 1000 metrdir. Sonra 1 metrdə nədir? 1000 santimetr deyil, B variantı səhvdir. Sonra həcm ton sentiner əlaqəsizdir. Zaman əsr ildə əlaqəsizdir. D cavab C variantına uyğunlaşır. Sahədir. Sahənin əsas ümumi anlayışdır. Hektar, sot və kvadrat metr. 1 hektar nə qədərdir? 100 sotdur. Yəni 10 metrin 10 metrədir. Hə, 100 sotdur. 1 sotda nə qədərdir? 100 kvadrat metrə bərabərdir. Cavab olur C variantı. 168-ci sualda şagird kitabla bilik öyrənir. Həkim xəstə ilə dərman yanlış olar yəqin ki. Bağban ağacdan məhsul əldə eləyir. A variantı düzgündür. Rəssam şəkildən fırça əldə eləyir. Yox, səhvdir. Polis pul əldə eləyir cinayətkardan. Bu biraz şübhəlidir, amma səhvdir. Müəllim dərsdən şagird əldə eləyir. Bu da yanlışdır. Cavab elə olur A variantı. Bu qədər sadə. 169-cu suala baxıram. Baxıram ki, avtomobil benzinlə yolda hərəkət edir. A variantında iynə paltarla əlaqəsiz oldu. Həkim dərmanla müalicə edir xəstəni. Yəni xəstədə müalicə edir, biraz əlaqəsizdir. Bunu saxlayaq, amma bu daha düzgün olar da. Qələm mürəkkəblə vərəqdə yazı yazmaq üçündür. Yəni yazı yazır. B variantı daha əlaqəlidir. Hansı ki, müalicə xəstə, yəni xəstədə müalicə bizə əlaqəsiz olur da, ona görə səhvdir. 170-ci sualda baxıram ki, kompüter, klaviatura, monitor. Kompüter klaviaturası var və monitoru var. İnsanın əli və ayağı var. Yəni C variantı bu qədər sadə. Sonra davam edəndə baxırıq ki, burada fərqli sual tipi gəlir. Bəs bu sual tipində necə olur? Bu rəqəmlərin, daha doğrusu hərflərin yeri qarışıqdır. Biz bunları dəyişdirib yeni söz yaratmalıyıq. Bunu necə deyim, tanışdır əslində bizə. Hardan tanışdı? Vovo oyunu var telefonda və s. Belə oyunlardan hərfləri birləşdirib sözlər yaratmaqdır. Yəni elə. Məsəl üçün buna baxsan ki, bu kürə sözünə oxşayır, həm də ürək sözü ola bilər. Deməli bu ürəkdir və bu hərf sözləri tapandan sonra fərqli variantı seçməlisən. Digərlərindən fərqlərini seçməlisən. Baxaq. Ürək, həm də kürə. Bu ciyərdir, bu böyrəkdir, bu mədədir, bu da orqandır. Bunlar hamısı orqan növləridir. Amma orqanın özü ümumi anlaşdığı cavab D variantıdır. 172-də yağışlı, işıq, yağışlı, günəşli, soyuq, isti. Bunların hamısı eynidir. Səhər sözüdür bu. Fərqlidir. 173-cü sualda baxırıq ki, kərpic, sement, taxta, qum. Bu isə bina sözüdür. Bina da ümumi anlayışlıdır. Cavab B variantı olur. 174-cü sualda baxırıq ki, iyun, avqust, dekabr, aprel. Bu isə nə sözüdür? Əlbəttə şənbə sözüdür. Cavab olur Y variantı. 175-də baxırıq ki, bu çətir sözüdür, əlcək, palto, papaq, bu isə corab sözüdür. Belə deyim də, əlcək, papaq, palto, corab, bunların hamısını geyinirsiniz. Yəni, insan geyinir, amma çətiri əlində tutur. Ona görə cavab olur A variantı.
176-ya baxırıq. Bu qoyun, inək, keçi, camış, bu isə pələng sözdür. Bu 4 dənəsi bilirəm ki, yırtıcı heyvanlarda ya da ev heyvanlarda pələng yırtıcı hesab olunduğu üçün cavab olur D variantı. 177-də baxıram ki, bu sözlər nədir? Bu Asiyadır, bu Amerikadır, bu Avropadır, Afrikadır, Avrasiyadır. Hə, bəs Avropa, Asiya, Amerika, Afrika nə fərqlənir? Baxıram ki, bunların hamısı qitədir. Avrasiya materikdir. Materik. Hə, Avrasiya materikdir, bunların hamısı qitədir. Bunu bilmək üçün birinci sinifdə coğrafiya dərsinə qulaq asmaq lazımdır. Cavab olur D variantı. 178-ci suala baxıram. Burada baxıram ki, monitor, printer, klaviatura, skaner sözlərini tapıram. Bu sözü tapa bilmirəm. Bu sözü tapa bilmirəmsə 70%, 80% baxıram ki, bunların hamısı oxşardır. Bu fərqdir. Yəni avtomatik cavabım budur. Amma nə olduğunu bilmirəm. Bu nədir? Əlbəttə kapital sözdür. Sadəcə digərlərindən çox fərqlənir deyə bilinmir. 179-a baxıram. Macar, Ruman, Polyak, Bolqar. Bu da qarmaq sözüdür. Səhv eləmirəmsə cavab olur. C variantı bunlar hamısı xalqlardır. Bu fərqlidir. 180-cı sualda baxıram ki, mavi, bənövşəyi, qırmızı, qəhvəyi bu hansı sözdür? Qərənfil sözdür deyə fərqlənir. 181-ci sualda baxıram ki, voltmetr gərginliyi ölçür, termometr temperatur ölçür, barometr təzyiqi ölçür, dinamometr qüvvəni ölçür səhv eləmirəmsə, bu nədir? Meteoroid sözdür bu. D variantında da meteoroid sözdür. Baxın bundan hamı bunu da bilmək üçün bu sualı bilmək üçün də fizika bilmək lazımdır. Burada da baxıram ki, bunlar hamısı cihazlardır. Bu isə meteoroid sözdür. 182-ci suala baxıram. Burada tütək, balaban, gitara. Hə, qalıram bu iki sözün arasında. Bu tarakan sözüdür. Tarakan. Yəni ən azından görürsən ki, 3 variantın birindən fərqlidir. 3 variantdan fərqlənir deyə tarakan cavabdır. Bəs bu nədir? Bu da pianonun xalası oğlu olan klavesin sözüdür. Keçirəm 183-cü suala. Bu qəbul sualıdır. Uyğur, Başqırt, Tatar, Çeçen. Bu isə manat sözüdür. Sonra davam edir 184-cü suala. Baxıram ki, bu tərcüməçi sözdür, bu redaktordur, bu artistdir, bu isə nədir? İnşaatçı sözüdür. Bunların hamısı peşə bildirir. Bu söz nədir? Ekskavator sözüdür. Ona görə cavab C variantı. Dediyim kimi əlaqəsi olan insan biraz çaşır. 185-ci sualda baxıram ki, Venera, Yupiter, Günəş, Merkuri, Saturn. Bunlar hamısı nədir? Planetlərdir. Günəş özü bir ulduzdur. C variantı. 186-cı sualda baxıram ki, bu sosialistdir, kommunistdir, imperialistdir, bu kapitalistdir. Bu da publisistdir. Publisist hə, fərqlidir. Publisist ədəbiyyatda yazıçı və sair belə bir şeydir. Bunlarsa rejimlərdir. Bu dördü rejimlərə aiddir. Publisist isə bunlardan fərqlənir. Ona görə cavab D variantıdır. 187-ci sual yenə qəbul sualıdır. Skaner, modem, printer, prosessor, bu isə spidometr sözdür. Bunu da birinci qruplar yaxşı bilər. 188-ci sualda baxıram ki, Belçikalı, İtaliyalı, Portuqaliyalı, İspaniyalı. Bu da ayaqyalın sözüdür. Cavab olur A variantı. 189-cu sualda baxıram ki, bu 7-lik deməkdir. Bu 9-luq. Bu dirilik sözüdür. Dirilikdir. Bu ikilikdir, bu da dördlüydür. Bunlar hamısı nədir? Rəqəmlərdir. Dirilik sözü düzgün cavabdır. Sonra 190-cı sualda baxıram ki, savaş, epidemiya, xəstəlik, cinayət, dostluq. Bunlar dördü mənfi anlayışlardır. Dostluqsa müsbət anlayışdır.
191-ci sual. Bunu əsgər gedən qaqaşlarımız və magistrin suallarını işləməyən, dərsə gəlməyən, əsəd müəllimi tələbəsi olmayan tələbələr, tələbəsi olub oxumayan tələbələr yaxşı bilsin. Bunu ulduzlasınlar. Ehtiyaclar olacaq bu suala. Leytenant, polkovnik, mayor, general. Bunlar hamısı hərbi vəzifələrdir. Vəzifənin özü də Y variantıdır deyə cavab olur Y variantı. Bu qədər sadə. Sonra 192-ci suala baxıram ki, bu arxeoloqdur, bioloq, pedaqoq, fizioloq, kosmetoloq. Kosmetoloq da səhv eləmirəmsə. Bu dördü müəyyən bir sahə üzrədir. Amma pedaqoq, yəni ümumi bir anlayışdır. Yəni müəllimə deyirlər də pedaqoq. Bu səbəbdən ümumi bir anlayış gedir. Yəni konkret nə müəllimidir deyə bilinmir. Ona görə cavab Y variantıdır. 193-cü suala baxırıq. Furaşka. Furaşka hərbi papaqdır. Dənizçi papağı da deyirlər. Kepka, papaq, şərf, şlyapa. Bunların dördü baş nahiyəsinə qoyulur. Yəni soyuqdan baş nahiyəsini qorumaq üçündür. Taxılır. Şərf isə boyuna taxılır, boğaza taxılır. Ona görə cavab Y variantıdır. 194-cü sualda baxıram ki, bu termometr sözüdür. Bu kilometr sözüdür. Bu barometrdir. Bu dinamometrdir. Bu da spidometrdir. Cavab kilometr sözü olur. Səbəbi nədir? Çünki bunların hamısı cihazdır. Kilometr isə cihaz deyil. 195-ci suala baxırıq. Bu milyon sözüdür. Bilyard, sevimli oyun. Bilyard. Bilyard, trilyon, min, milyard. Bilyard əlbəttə ki, fərqlidir. Digərlər rəqəmdir. 196-cı suala baxırıq ki, bu kapitalizmdir, sosializmdir. Bu rasionalizmdir deyəcəm indi nədir? Bu feodalizmdir, bu da kommunizmdir. Bunlar dördü rejimdir. Hər biri bir rejimdir də. Bu isə rasionalizm, rasional insan da, yəni ə, hər şeydə bir məntiqi düşüncə ilə baxan, rasional insan iqtisadiyyatda əslində həmin insana deyirlər ki, yalnız öz ə, mənafeyini güdən insanlara deyirlər, amma pis mənada deyil. Yəni gəlirlərini, xərclərini həmişə düşünən insanlara deyirlər. Yəni rasionalizm əslində çox pis bir şey deyil. Bu qədər sadə. Keçirik 197-ci suala. 197-ci sualda baxıram ki, baraban, tütək, gitara, klarnet. Bunlar hamısı nədir? Musiqi alətləridir. Bu isə konsert sözüdür. Cavab olur B variantı. 198-ci sualda baxırıq ki, bu santimetrdir, kilometrdir, nanometrdir, millimetrdir, bu manometrdir. Hə, bunların hər biri ölçü vahidləridir. Amma manometr cihaz növüdür deyə cavab olur D variantı. 199-cu sualda baxıram ki, bu suala göyəm, cavalı, meyvə, armud, heyva. Cavab nə olur? Meyvə sözü olur. Niyə? Çünki bunların hamısı meyvənin növləridir. Meyvəsi ümumi anlayışdır. Keçirəm 200-cü suala. 200-cü sualda baxıram ki, sintaksis, fonetika, orfoqrafiya, morfologiya sözləridir. Bunlar hamısı Azərbaycan dili elmləridir. Bu da tələbələrin ən sevdiyi mövzu olan trigonometriyadır. Bu da riyaziyyata aiddir. Ona görə cavab olur C variantı. 201-ci suala baxırıq. Tarla, bənna, həkim, fəhlə və hakim. Bunlar hamısı nədir? Peşələrdir. Deməli cavab nədir? Tarla sözüdür A variantı. Sonra 202-ci suala baxırıq. Bu toplama, sonra vurma. Bu oxşama sözüdür. Səhv eləmirəmsə, oxşama sözüdür. Bölmə, bu da nədir? Çıxma. Oxşama sözü fərqli, digərləri hamısı riyazi əməldir deyə fərqlənir. 203-cü suala baxırıq. 203-cü sualda zəlzələ, daşqın, vulkan, yanğın. Bu da mənzərə sözüdür. Yəni baxan kimi bilinir ki, mənzərə fərqlənir də bunlardan. Digərləri təbii fəlakətlərdir.
204-cü suala baxırıq. Burada baxıram ki, ördək, balıq, qarğa, sərçə, qutan. Bunların hamısı nədir? Quşlardır. Balıq isə heyvandır. Cavab olur A variantı, bu qədər sadə. Keçirim 205-ci suala. 205-ci sualda baxıram ki, bu yazıçıdır. Yazıçı, balıqçı, qapıçı, suvaqçı. Bu isə yalançı sözüdür. Bu yalançı sözüdür. Yalançı. Yalançı sözü cavab elə olur. C variantı, çünki bunlar digərləri nədir? Hamısı peşədirlər. Bunların hamısı peşədir. Bu isə yalançı, ümumiyyətlə peşə deyil. Keçir 206-cı suala. Bu baxıram ki, kvadratdır, üçbucaqdır, trapesiyadır, düzbucaqlıdır. Bu da redaktor sözdür. Redaktor, uyğunlaşır. D variantına uyğun gəlir. Keçir 207-ci suala. 207-ci sualda baxıram ki, şaftalı, zoğal, banan, naringi. Bu da nahar sözüdür. Cavab olur. Y variantı nahar sözü, çünki digərləri hamısı nədir? Meyvədirlər. Keçirəm 208-ci suala. 208-ci sualda baxıram ki, buğda, günəbaxan, çəltik, vələmir, qarğıdalı. Deməli, bunların dördü, hansı ki bu hissə çəltik də daxil olmaqla bu dördü dənli bitkilərdir. Günəbaxansa adı da bəllidir, güldür yəni. Günəbaxan bir gül. Keçirəm 209-cu suala. 209-cu sualda baxıram ki, teatr, məscid, saray, iclas. Bu da məbəddir. Cavab elə burada iclas söz olacaq. Çünki bu digər 4 dənə necə deyim, yerdə də yığışmağı yerdə, amma iclas o yığışmağın özüdür. Keçirəm 210-cu suala. 210-cu sualda baxıram ki, fincan, boşqab, stəkan, nəlbəki. Bu da pilləkən sözdür. Cavab elə olur A variantı. 211-ci sualda baxıram ki, vulkan, zəlzələ, tsunami, daşqın, fəlakətdir cavab. Burada fəlakət ümumi bir anlayışdır. Bunlar hamısı fəlakətin növləridir. 212-ci suala baxıram. Futbol, tenis, basketbol, voleybol, bu isə taekwondo sözüdür. Bunların hamısında nədən istifadə olunur? Topdan istifadə olunur, amma taekwondo topsuz deyə cavab olur D variantı. Keçirim 213-cü suala. 213-cü sualda baxıram ki, bu psixologiya elminə aid sualdır. Belə deyim də, insan psixologiyasının 4 növü olur. Burada xolerik, melanxolik, flegmatik, bir də singvinik idi. Səhv eləmirəmsə, singvanikdir, belə bir şeydir. Yəni bunlar belə deyim də psixologiya elminə aiddir, insan psixologiyasına aiddir. Bu isə karantin sözü, cavab elə olur. Y variantı. Bu sualı yazmaq üçün qəbul sualıdır. Siz psixologiya elmini mütləq şəkildə bilməlisiniz. Keçirəm 214-cü suala. 214-cü sualda baxıram ki, divar, pəncərə, tavan, qapı. Bu da lampa sözüdür. Əlbəttə lampa sözü fərqli olar. Çünki digərləri sırf evə aiddir. Keçirim 215-ci suala. 215-ci sualda baxıram ki, bu qısa, nazik, hündür, bərk və enli sözdür. Bunlar insanın xarici görünüşünə aid olur. Yəni xaricən seçə bilirsən bunları, amma bərk seçmək olmur. Cavab olur Y variantı. 216-cı suala baxırıq. Burada müəllim, həkim, şagird, sonra mühasib, mühəndis. Cavab C variantı şagirddir. Çünki digərlər hamısı nədir? Peşədir. Keçirim 217-ci suala. 217-ci sualda baxıram ki, meydan, küçə, şose, prospekt, yol. Bunlar əslində küçə, şose, yol, prospekt. Bunlar hamısı bir keçid kimi, bir yol kimidir, amma meydan artıq bir ərazi hesab olunduğuna görə cavab olur A variantı. 218-ci suala baxırıq. Bu kimya, coğrafiya, biologiya, geologiya, da psixologiyadır. Bu dördü, hansı ki bu 4 dənə ə, belə deyim də kimya, coğrafiya, biologiya, geologiya, bunlar hamısı necə nisbətən dəqiq elmlər sayılır, amma psixologiyada elə bir şey yoxdur. Yəni sadəcə fərziyyələr əsasındadır. O
Elm həqiqətən də əsl bir elm sayılmır. Sonra keçir 219-cu suala. Baxıram ki, balina, suiti, e, turac, meymun, yarasa. Balina, suiti, meymun, yarasa bunlar hamısı nədir? Məməlilərdir. Turad isə quş növüdür, cavab olur. B variantı. 220-ci suala baxırıq. Burada əzmkar, çalışqan, savadlı, səbirli, tənbəl. Burada cavab tənbəldir. Çünki tənbəl burada mənfi bir anlayış kimidir. Əslində mən tələbələrin tənbəl olmasına çox da belə tərəfdarı, necə deyim, protiv deyiləm də. Yəni çox da protiv deyiləm. Normaldır, tənbəl ola bilər, amma tək savadlı olsun. Keçirim 221-ci suala. 221-ci sualda baxıram ki, burada deyir 4 söz verilir. Bu 4 sözün uyğun olduğu ümumi söz tapacağıq. Burada baxıram ki, qorxu, təcrübə, sonra sevinc, kədər. Bunlar nəyə aiddir? Emosiyaya aid olar. C variantı. 222-ci suala baxıram. Burada pələng, canavar, tülkü, sonra leopard. Bunlar əlbəttə nəyə aiddir? Yırtıcıya aiddir. Yəni burada birbaşa yırtıcını verib. D variantı. Sonra planet, komet, ulduz, asteroid. Bunlar başlıca seçilirlər. Bunlar nəyə aiddir? Astronomiyaya aiddir. Burada cavab olur astronomiya. Burada Y variantını tələbələrin əksəriyyəti şeydir. Qarğamələ oxuyurlar, amma bu memarlıq sözüdür. 224-cü suala baxırıq. Burada moruq, gilas, alma, portağal. Bunlar meyvə növüdür. Meyvəyə də nə aid olar? Əlbəttə ümumiləşdirən ilə meyvədir. Yəni burada baxsan ki, ağacdır, sonra tərəvəzdir, narıncıdır, burada armuddur. Bunlar heç bir uyğunlaşmır. Bunları ümumiləşdirən bir cavab olmalıdır. Cavab C variantına gəlir. Sonra 225-ci suala baxırıq. Burada ürək, böyrək, beyin, ciyər. Bu da nəyə aiddir? Orqanlara aiddir. Burada da cavab nə olacaq orqanlardan? B variantı orqan olacaq. Bu qədər sadə. Bu analogiya anaqram mövzusunun ümumi test izahının sonu idi. Sağ olun, salamat qalın.